Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Quba, Qusar və Xaçmaz rayonlarında mövcud olan təsərrüfatlara media tur təşkil edilib. Səfər zamanı qeyd olunan bölgədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, meyvə və fındıq bağlarına, həmçinin agroturizm və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Media tur iştirakçıları əvvəlcə Quba rayonunda agroturizm xidmətləri göstərən təsərrüfatda olublar. Bildirilib ki, burada əsas məqsəd gələn qonaqları kənd həyatı ilə yaxından tanış etmək və proseslərdə iştirak imkanı yaratmaqdır. Meyvəçilik, atçılıq, heyvandarlıq, balıqçılıq və s. fəaliyyətlər var bu kənd təsərrüfatında və biz də bu kənd təsərrüfatının üzərində turizm xidmətləri qurmuşuq. Burada deməli müxtəlif növ atlardır, cins atlardır. Daha sonra bizdə heyvanlardır və biz bunları bir növ maraqlı hala gətirmişik. Yəni hər birinin orada bunları biz kəndin sakinləri adlandırıb hamısını personajlaşdırmışıq, obrazlaşdırmışıq və gələn qonaqlar da bu maraqlı olur. Təbii ki, burada həm flora ilə, həm fauna ilə vaxt keçirdə bilirlər. Daha sonra bizim bağ hissəsindən, məsələn, kənd təsərrüfatı hissəsindən alma bağıdır, armuddur və gilasdır əkilir və həm daxili bazara, eyni zamanda da xarici bazara ixrac olunur. Daha sonra iştirakçılar Qusar rayonunda fəaliyyət göstərən ümumilikdə 356 hektar meyvə bağı və 5000 ton məhsul saxlamağa imkan verən soyuducu ambar kompleksi ilə tanış olublar. Bizim meyvə bağlarımız 356 hektardır. Burada tumlu və çərdəkli meyvə bitkilər becərilir əsasən. Alma, armud, şaftalı, nektarin, gilas. Əsasən bu istiqamətdə işlərimizi davam etdiririk. Bu ilki göstəricilər pis deyil. Baxmayaraq ki, sezon əvvəlində, ilin əvvəlində hava şəraiti qeyri-əlverişli keçsə də, amma hal-hazırda nəticələrimiz pis deyil, yaxşıdır. Bizim subsidiyalarla bağlı elə fikirlərimiz ondan ibarətdir ki, hal-hazırda yeni salınan alma bağına 11.000 manat, armud bağına 8.000 manat bir dəfəlik yardım olduğu üçün və eyni zamanda suvarma sistemlərinin 40%-ni dövlət tərəfindən qarşılandığı üçün yeni bağlarımızı artırmaq istəyirik. Hal-hazırda soyuducu ambar kompleksinə məhsulun qəbulu, çərdəkli məhsulların qəbulu davam edir. Soyuducu ambar kompleksinin tutumu 5000 tondur, 26 kameradan ibarətdir. Həmən məhsullar biz deməli 12 ay müddətində hətta almalı, bağdan dərilən səviyyədə, dərilən keyfiyyətdə bir il sonra da yenə də bazara çıxartıb həmən keyfiyyətdə müştərilərin qabağına verə bilirik. Deməli, həm soyuducu ambar kompleksinin tikilməsində, həm də İtaliyanın Unisorting makinasının, çeşidləmə makinalarının alınması, əlavə olaraq bizim əlimizdə gilasın çoxlama makinası da mövcuddur. Bunların hamısının alınmasında və istifadəmizdə 40% dövlət güzəştindən də istifadə olunmuşdur. Media nümayəndələri Şimal bölgəsində 600 hektardan çox fındıq bağı olan təsərrüfatla tanış olublar. Bildirilib ki, güzəştli kredit və aqrar kreditlər kimi dövlət dəstəklərindən faydalanaraq təsərrüfat subyekti genişləndirilib. Bu bağlarda hazırda fındığın ata-baba və İtaliyadan gətirilən sortları becərilir. Hal-hazırda olduğumuz bağlar bizim fəaliyyət istiqamətimiz sırf fındıq yetişdiriciliyi, eyni zamanda onun ixracı ilə məşğuluq. Bağlarımız bu dəqiqə 600 hektar ətrafındadır. Yeni bağların da salınması planlaşdırılır. Bizim yığılan məhsullar daha çox Avropa bazarında satışa çıxarılır. Ona uyğun çeşidlər əkilir. İqlimə uyğun çeşidlər Avropa bazarında daha maraq göstərilən bir çeşidlərdir. Sonda mediatur iştirakçıları ölkə üzrə yaradılan ilk aqroparkda olublar. Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən aqroparkda 2500 baş simmental cins heyvan bəslənilir. Müəssisənin illik ət istehsalı 110 ton, süd istehsalı isə 10.000 ton təşkil edir. Müəssisəmiz Yalama Aqropark şirkəti 2016-cı ilin sentyabr ayından fəaliyyətdədir. Müəssisəmiz 3 istehsal sahəsi üzrə ixtisaslaşıb. Bunlar əkinçilikdir, yem istehsaldır və heyvandarlıq. Əkinçilik olaraq biz bütün daxili məhsullarımızı öz torpaq sahələrimizdə yetişdiririk. Ondan sonra daxili zavodumuzda yem istehsalını həyata keçiririk. Daha sonra heyvandarlığa yem kimi təhvil verilir. Heyvandarlıqda 2 məhsuldan satış əldə edirik. Bu ət və süddür. İllik ət, yəni məhsuldarlığı 110 ton təşkil edir. Süd məhsuldarlığı isə 10.000 ton təşkil edir. Dövlət dəstəyi olaraq heyvanlara 60%, digər ferma avadanlıqları isə 40% subsidiya güzəştlər edilib.